Oktyabrın sonlarına doğru bazarlarda payız mövsümünün meyvələri satılmağa başlayır. Qrip virusunun sürətlə yayıldığı bu dövrdə C vitamini ilə zəngin olan sitrus meyvələrinə tələbat da artır. Bəs qiymətlər necədir? Satıcılar deyirlər ki, sitrus meyvələri bahalaşmayıb. Mandalina qiyməti 80 qəpikdən tutmuş 1 manat 30 qəpiyə kimi, 1 manat 50 qəpiyə kimi varımız. 70 qəpikdən tutmuş 2 manata kimi peyxamımız var. Qiymətlər yaman çox düşüb, ucuzluq var, amma alıcı çox zəifdir. Hər fəsildə tələbat olan limonun qiyməti isə bu il biraz artıb. Limon qiymətləri bu illəri bahadır. Ona görə ki, gəlmədi tamoşadan keçib. O Türkündür, o Afrikadır, o da Lənkərandır. Lənkəranda da bu illəri azdır. Ona görə keçən illər şaxta vurub da ağacları. O da 4'ü 1 manat. Hər il bazarımız bu il bazarımız hədərdir. Nənəncan üçün. Yerli portağallar hələ satışa çıxmasa da, bazarda Türkiyədən ixal olunan portağallar mövcuddur. Onların da qiyməti 2 manat 50 qəpik arasında dəyişir. Greyfurt isə cəmi 1 manatdır. Payızın sevilən meyvəsi olan narın kiloqramı 1 manatdan başlayır. Satıcılar deyirlər ki, məhsul ucuz olsa da alıcı azdır. Nar bunlar var 2 manata, 1.50-yə, 1 manata, stabildə belə. Bazar balıq belə görürsən də biraz alıcı qabiliyyəti biraz azdır. Marketdə çoxalıb, bazar təmiz eləmir də, gələn marketə gedir. Alıcılar da qiymətlərdən razıdırlar. Yaxşıdır, püstük, yaxşıdır. Bəzi şeylər bir il bahadır, keçən il ucuz idi. Eləsi də var, bir il ucuzdur, keçən il baha idi. Mən marketdən belə şeylər almıram, bazardan alıram. Bazarda xurma və heyvanın da kiloqramı 1 manatdan başlayır. Şəbnəm Qurbansoy, Samir Qasımov, Xəzər xəbər.